Gözbaraq kəndindən bir gözəl səhərlə sizi qarşılayırıq. Dünən çox dəxirsiz bir yerdə video qutardı. Oradan reski bura keçid eləyəcək. Əff edin. Gəzirik Sovetin maşınında post-Sovet ölkəsində. Gənclər hələ də davam eləyirlər. Maskalarını çıxarıblar. Hələ də gəzməyə davam eləyirlər. Balaca şirin uşaqlar da var. Fərəng fikirlərini bölüş. Ala öz kameran kimi öyrəşmisəndirsən. Salam. Mən Pələng, Şah Pələng. Bir fikrim yoxdur. Mən dünənləri fikirlərimi dedim. İndi də görürəm qız uşaqları da, oğlan uşaqları da çox maraqlı da geyiniblər, gəzirlər. Səhər sən demişdin ki, uşaqlar gəzir. Axşam da biraz yaşı böyük insanlar. Onlar üçün maraqlı xatirədir. Çox maraqlı xatirədir. Və biz gedirik bulaq su içməyə. Emin dedi ki, bəs qırğın bir bulaq var, kəşf olunmuyor digər insanlar tərəfindən. Biz də dedik ki, olar, niyə də olmaz. O bulaq özü də məşhur bulaqdır. O bildiyin qadınların bulaq başına çıxıb, ya da kişilərin bulaq başına çıxıb qadını tutduqları. Hayır. Qaraçlar da var. Salam aleykum, bayramımız mübarək, sağ olun, sağ olun. Bizdə də qaraçlar var, bəli. Emin, mən başqasının kanalına olanda rahat oluram. Ne geldi danışmaq? Ne problemim değil. Uşaqlar bu arada Emin yuxudan yeni durub. Mən 7-də durmuşam. 11 idi Emin duranda. Bir şey olur, qonaq evinə gedirsən, tez durursan ev sahibindən əvvəl. Boş-boş fırlanırsan evin içində. Eyni senaryo. Bura bizim qəbir üstüdür. Mənim babam, əmim, nənəm və s. yatır burada. Buranın da bilmirəm, çox yerdə varmı sən bilərsən. Böyle pul qoyurlar, sonra da kimsə götürür o pulu. Posta məndə xırda pul var imiş tapdım. Bura qoyursan, yoldan keçəndə ilk sənin qohumun olmayan, daha doğrusu birinci dərəcəli qohumun olmayan adam götürür onu. Gəl bunu çəkək, alalım. Tema Pələngin xoşuna gəldi. Dedi ki, bununla bir dənə Reels gedər. Ya da story-mi çəkir, day bilmirəm. Pələngin content planına hakim deyiləm çox da. Mən basıram Reels'a gedir. Bas yesin. Uşaqlar indi gəlib götürür. Pis indi daha sənin yanında götürməzlər də. Yəqin ki, uzaqlaşandan sonra götürür. Bu pulu götürək, seyvə qoy. Bunu qoy cibinə. Aha. Cibinə qoy, üzünə baxmaram. Aha. Cibinə qoy. Təzədən çəkirik, təzədən qoyuram. Hə, təzədən deyəsən. Əslində öcə sən götürdün deyə Allah qəbul elədi. Yəni mən qoymaya da bilirəm. Hədə qohum deyil bax. Hə. Elə yeyənlər də var bu arada. Biri qoyur, yanındakı götürür. Salam. Bayramınız mübarək. Necəsiz? Salam əleykum. Bayramınız mübarək. Bayramınız mübarək. Bir şokolad məsələsi. Baxın, torbanıza baxa bilərəm. Bəli, gəl canlı göstərək. Uşaqlarımız Yaman yığıblar ha. bəş şokolad yığıblar. Baxın. İndi bunu nətər bölüşəsiniz? Hələmiz özümüzə yığmışıq. Siz qardaşsınız. Yox, deyil. Sinif yoldaş. Üçümüz də. Siz də sinif yoldaşsınız. Gözəl. Neçənci sinifdə? Gözəl xatirədir. 6-cı sinif. 6-cı sinif. Böyüyəndə deyəcəklər. Uşaqlar, Bəli. sizə bir söz demək istəyirəm. İçimdən gəlir. Neçə yaşınız var? 12. 12. 22 yaşınızda olanda bax bu gün var ha, bu anı çox gözəl xatırlayasınız. Bunun qiymətini bilin. Mənə də deyirdilər, mən də başa düşmürdüm. 22 yaşında başa düşürdüm. Çox gözəl əyləncədir yəni. Kəş ki mən də sizin kimi olsam, gəzsəm belə. Bu yaşda olmaq təbii çox gözəldir. Super. Maşallah, çox tərbiyəli, ədəbli, ərkanlı gənclərdir. Bəzi Bəziləri uşaqlar belə adam cumhur eləyir. Bələ be. Məni tanıyırsınız? Mən sənin kanalına baxmışam. Oydo, mədəniyyəti görsəniz. Cimcimaq mənim kəndimdir. Həqiqi? Bəli. Gəlmirsən cimcimala? Həqiqi? Getmişəm Zaqatalada. Kökədə. Yox şeydə, qaqda. Oldu, sağ olun uşaqlar. Sağ olun Yazır, hələlik. Maşallah, çox tərbiyəli uşaqlardılar. Siz çaxırsınız? Bəli. Bir yəni çaxır dilində bir şey deyin. Nəxt dinləyən qabaq. Söyüş mü söydün ha? Nə demək? Sən nə var nə yox? Ha, nə hörnə də? Ha, düzdür. Onu mən də bilirəm. Bir bilsən. Nəysə, kamera söndürürsən ya yox. Zaqatalanın kəndindəyəm və burada maraqlı bir adət var, onu göstərmək istəyirəm sizə. Buralar qəbirstanlıqdır, uşaqlar iləri tərəflərdə. Və qəbirstanlığın divarında belə bir yer var, pul qoyurlar bura. Niyə qoyurlar?
Deməli, bu pulu bura qoyursan ki, sənin birinci dərəcəli ailə üzvün olmayan bir şəxs, hətta bəzən ikinci dərəcəli üzvü də deyirlər, yəni əmmi oğlu falan da götürəndə inciyirlər, amma yəni başqa bir şəxs gəlir götürür və Allah qəbul edir. Bir növ nəziri bir başqa ehtiyacı olana verirsən. Bir də de, Bizi YouTube'a paylaş da. yaxşı paylaşaram. Çəkil haberim var. Hamınızı paylaşım? Paylaş. Paylaş. Yaxşı, baxarsınız. Ben ne vaxa gələcək video? Nəm 1-2 həftəyə Editdə. editlənməlidir də video. Kanal adı nədir? Emin Davud. Emin. Emin Davud. Şuradan şeyin Davud. Ha, qabaq qalacaq Emin Davud. Davud yox, Davud. Belə şey eləmək olmaz. Emin Davud. Türkçə qaldırırlar. Türk deyil Azərbaycan. Yox, elə eləmə. Oy, nə tərgəllədir orada? Çəkmək mi istəsən? Əlimdən salıb. Oğlum getdi abim. Mən də özümü çəkə bilərəm. Çək. Çək. Abi necə çevirirlər? Öz-özünə çevrilir. Belə elə, əllə yox. Belə edirsən, çevirir də yavaş-yavaş. YouTube səhifə adı nədir? Oyun. Emin Davud. Evin Davud. Emin Davud. Şuradan soyadını yazaq. Amilə deyərsiniz, tapar göstərərsiniz. Emin Davud. Emin Davud. Yaxşı gecə. Biz gedirik. Hamısı elə mi çəkir? Bəziləri belə çəkir, bəziləri başqa şeylə çəkir. Bəziləri telefonla çəkir. Renat deyir əvlənə çəkir. O heç nəsə, o başqa şey. Yaxşı, biz gedirik. Siz də çıxın, biz də çıxaq. Ya sağ olun. Sağ olun, siz sağ olun. Neçə həftə gələr? Hə? Videoda vaxt gələr. Həm 1-2 həftəyə, 1 həftə, 2 həftə. Abonə neçədir? Hə? Abunə ol. Məndə azdır. Pələngidə 200 mindən 200 minə yaxındır. 160-170 min. Azərbaycanda ən birincidirmi? Yox, birinci deyil. Amma yaxşılardan. Hey. Hə. Nə? Şahtanəngin bir dənə dostum var idi 06 yaşında. Adı nə idi? Telman. Ha, Telman. Hə. Telman. Yaxşı, sağ olun gənclər. 1 saniyəlik bu mənzərəyə baxmaq üçün dayanaq. 4K eləmişəm, kamerada nə qədər düşür bilmirəm. Amma yəni gözlə görsəz möhtəşəmdir də, yəni. Möhtəşəmdir. Göy, yaşıl, ağ, boz, bütün rənglər var. Bu arada kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın ki, dəstək olmuş olasınız. İnkişaf etməkdə olan kanallara dəstək olaq. Baxıb deyirlər, o neyinir ki, kef eləyir. Bax, nəfisdir, tutub məni. Bax, əlimə bax, sepi düzəltdim. Belə-belə örgənəcəyik, sıxdım elədim, sağ olsun Eminlə qardaş. Bol kömək elədilər mənə. Zor. Düzəltdik, indi hara gedəcək bilmirəm, çünki mən buralı deyirəm, Emin buralıdır. Zarafətlərimlə də qalmıram. Halal olsun. Gedirik, yəqin ki, böyük ehtimal ki, Car kəndinə bir cart çəkməyə. Yemək yeməyə. Pələngin kefi kökdü. Motosikleti düzəldi deyə özünə gəldi. Orada da çəkməli idin. Orada Çəkdin. çəkdim. Hə, görürsən beyin gedib. Uşaqlar, motosikletin, mototsiklin yağını dəyişdik, sepini düzəltdik, qəşəng. Yəni mən belə baxıram 3-4 gündən bir yağ dəyişməliyəm. 54 manat pul eləyir. O nətər olacaq bilmirəm. Görəcəyik. Ya da ucuz yağ tökməliyəm. Bu illə bu söhbət sizin üçün çox maraqlıdır. Bəli, bu cür yerə gəlmişik, təbiət qoynuna. Aşağıda istidən pişirdik. Bir 10 dəqiqə gəldik bura. Gör, yaradan nətər yaradı, va. O vaxtı, mənə bir dənə çək zəhmət olmaz. O vaxtı böyüklərin dediyi bir dənə söhbət var axı. Falan yerdə gündüzdür, falan yerdə gecə. Elə söhbətlər eşitmisən?
falan yerdə soyuqdur, falan yerdə isti. Hə. Yəni ona çox şaşırırlar da. Yəni valla bu gün çox aktiv deyil. Mən açıq danışmaq istəyirəm. Eminin takipçiləri bu gün çox passivdir və heç bəyənmirəm. Biz gəlmişik yemək yeməyə. Bizi biraz yordular əslində. Biz bir-iki yerdən xəbər gözləmək istədik. Bir də bayram günləridir deyə. Allah sizin bayramınızı mübarək eləsin. Saat 14:48-dir. Hardasa 3 olur. Biz indi hələ zavtrak yeyirik. Səhər yeməyi yeyəcəyik. Yumurta, pomidor, bunları demirəm, bunları göstərəcəm. Salam Kürt. Bu da üksürüdür. Qoyma oğlum. Salam Türk. Hə. İlkçiliyini yazır. Salam Çaxır. Yox, kameranı çıxardım, təzə tanıdığım. Təzə tanıdığım Kürdə versəniz, salam Kürt. Yoxlar ingilislə də. Where are you? İngilislə belə necə sərt danışır bura? What's your job? İngilis deyirəm, şeyli, İsveçrəli. Kişi şokdaydı bura. Carkəndində tanış oldu. Why you coming here? Kaçmıyorsan o video. Atacağım. Atma. Atacağım. Qarğış eləyərlər, para olarsın. Hadi gələn bir şey deməm, dost. Paylaşmayacağım. Düşün ki, başlayırsan belə bir təzə. Hə, Elə beləcə bir sən YouTube kanalın var, çəkirsən. indi hansındasın? Yüce işləyir. Video çəkir. Nasıl düz saxla? Adam həyəcanlı. Maraqlı gəlir bunlar. Dəyərli dostlar, salam aleykum, hər vaxtınız xeyirli olsun. Hal-hazırda Zaqatalada Heydər Parkındayam. Qarşımda Pələng və dostları. Onlar Salamlar. günlük xəbərlər. Hələ salamlar. Prosta yəni bir sorsa hardan götürəcəyik? Necəsiz, nalarına yox, nətərdir vəziyyət? İnşallah ki, hər şey yaxşıdır, hər şey yolunda dostlar. Pələng, izləyicilərinə bir dənə Buradan Fərhadə izləyicilərinə salam deyirəm. Salam aleykum. Allah sizi qorusun. aleykum salam, aleykum salam. Sağ olun dostlar, sizə yaxşı baxın, Allah razı eləməli bizə. Zaqatalanın mərkəzindəyik gənclər və Zaqatalanın mərkəzində nə olsa bəyənərsiniz. İt. Amma robot it. Bakıda bu texnologiya yoxdur. Salam aleyküm. Aleykum salam. Nə? Turist deyiləm mən, nə turist? Nə olacaq? GoPro ilə gəzən turist mi olur? Neçə alsın o? Nə? Bahadır. Neçə? 1000 manat. Onu bilmirəm, nə bilim. İtdir də. Canından çıxmaq bu. Harry Potter sənsən. Expetro patronum. Hadi qonaq var. Pələng küçüyür. Hə, gənclər, dedim biraz söhbət eləyək. Pələnglə artıq Zaqataladakı ikinci günümüzdür. Saat hardasa 11-yə işləyibdi, gəlmişik yemək yeməyə. Çoxdandır planlayırdım, xəyalını qururdum ki, Zaqatalada bir gün bir vlog çəkəcəm. Ümid edirəm ki, gələcəkdə yenə çəkərəm. Amma bu yəni ilkinin nəsə xüsusi bir şey olmağını istəyirdim. Sağ olsun Pələng gəldi və maraqlı oldu. Yəni gəzdik, əyləndik, Pələngi gəzdirdim. Pələng əvvəldə Zaqatalanı gəzib deyə çox belə gəzib görüləsi bir yerinə apara bilmədim. Bu gün demək olar ki, səhərdən axşama kimi, yəni səhər saat nə bilim 7-də Pələng durub 9-da mən durmuşam. Oturub axşama kimi söhbət eləmişik. Pələngi çox yaxşı tanıyıram. Əlimdə məlumatlar var. Əgər yazsaz, soruşsaz verə bilərəm, problem yoxdur. O idi, dalınca palaskatlaydım, nə pis gəldi. Əslində olanlar mən əsəbləşmə risk eləmə. Bax bayaqlar quşlarına çəkdim. Yaxşı, sonra danışarıq gənclər. Pələng də bu videoya da hazır olanda paylaşımda baxar. Brad, narahat olma, məkan zat heç nə bilinmir. Brad. Şimdi Biz deyəsən kebab yeyəcəyik. Kebab olsun. Çünki qazan yeməyi dedim, bəla belə. Buğlama var, buğlama var, buğlama var. Bir də mərci. Bir də belə. başqa Brad. Yox, zarfatsız Brad. Başqa nə var? Kotlet, qazan tavası, qazan doğrusu. Qazan kotleti deməksən. Tamam, yumurta etini verebilirim.
Yumurta, gedər. Nazım qab var. Bak qutab var. Bak qutab tərzi başqa nə var? Qutab tərzi, girs var. Aa, girs yemisən sən. Nə düşün? Oy, belə girs da bura. Birdən bir böylə mağazı. Allah, cincan girs var. Oy, belə. Cincər deyirsən. Aa, mən Mən bilmirəm, mən qutabı yemişəm onu. bəyənibsən. Bunu bəyənəsən. Başqa nəyim var? Qarışıq. Abi gör nə deyirəm. Mənə birdən. kotlet, efsane Bırak. kartoşka. Eləmə, güvən mənə. O nədir Zakatala ki? yeməyi. Yo, onda elə Abi, eləmə də. ətlisi qarışıq zat Hə, gəlir. onu Hə, yesin. ondur yeyəcək. Şəklini göstərmir. Abi, Abra, güvən bana bura. Qutabın balacası da araya O bura qəşəngdir də yəni. Onlar neçədən yeyəcək ki? Yemək Çox yemək onu gəzir. yer. Ha, ha. Yo, yemək kimi Doyaqsan. Abi, bura. Bura çox yağlıdır, xəmir. Yo, yaxşıdır. Yaxşıdır. Yemirəm, nə qardaşlar? Siz deyin bir də yeyərəm. Yemirəm. Yaxşı, o da mənim maraqlı söhbətdir. Mən yeyim də dirəşmişəm bu arada. Yeyəsən, amma zakatala yeməyi Mən də bura. kotlet, efsane kartoşka, amma efsanədə o free yox. Bir porsiyon üstündə. Bir porsiyondan üstündə də gördü. Yanına pandor zat da qoydu. Bildin nə pişmiş pandor. Bura. Abi elə bil ki kotlet, pandorlu, soğanlı, kartoşkalı belə. Hə, bura. İçəri gir, bura, düş pilləkəndən Dirəşib solda bura. görərsən, elə kabinetdə Cincil oturmuşuq açıq pəncərəli. Da. 2 nəfər gəlsə görsən, bu tərəfə yönləndirərsən bura. Bura qız nələri var, nəlisiləri var. Başqa? Qaba, oyda, qabağın qız gedərik. Cincar da var. Köftə yemişəm, qırs yemişəm. Mənə də maraqlıdır. Kamal sən də bilirsən, sən yemirsən, hə? Bura porsiya verirsiniz, yoxsa dənə ilə verirsiniz? Porsiyanı da verir. Qaqa mən bir dənə kola zero. Şəkərsiz versiniz. Bəli. Şəkərsiz verir. Ay bilmirəm, soğuk. Ayran iç, polis. Neçə? Ayran. Akroşka. Akroşka var. Akroşkanı 2 elə bura. 3 ilə. Bax, sən neyin akroşkanı? Qəşəngdir bir dənə soğan doğra da gecə belə. Uy, bu nə? Yeyək. Akroşka bakalda ver də. Bakalda yox, şeydə ver də. Qrafinkada. Qrafinkada ver, brat, hə. Qəşəng yekə ver ki, töküb içək. Hə, qırs brat, porsiya neçədir və neçədən olur içindən? Porsiyada 10-dan alır. Aha. Qiymətin dəqiqəsini deyərəm. Oy bura. 10 dənəli qarışıq deyə bilərəm mən. 10 dənə qarışıq. Hə, içində yəni 13 dənə. Biri bə. Var. Deməli bura, dadına baxarsan qabağınkinin elə bir dənə. Max. Max. Sərvin gil yeyəcək görürsən. Qoy bir dənə var gəlsin indi. Ya nardım mən 10 dənə yeyəcəm onsuz da. Yəni 10 rahatdır. Brat, 3 qabaq, 4 cincar, 3 ət. 3 qabaq. Abi brat, onlar qoyma getsin, onlar getdilər içəri, onu çağırır. Sərvin. Hadi orijinal bura var. 4 cincar sonra. 3 dənə dediniz. 3 qabaq, 4 cincar. 3 də ət var. Olsun. Bəs eləyər yəqin ki 10 dənə qırız. Bir də qatıq verərsən də brat, qatığa batırar onu. Qatıq. Həyə də vermə, şey. Bir qatıq. Ay öldü ağzından. Salam aleyküm, necəsən? Gəlin qardaş. Salam aleyküm, emin, şahsınız Gəl ki. Yox, Abi otur, Bura qardaş. Nə yiyirsən? Qırs deyəsən. İşiniz varsa yoxsa olsun da. Nə necəsiz? Yemək aclığınız var yoxsa yox? Onu çay için də bir dənə. Çay istəyirsən sən? Bəlkə akroşka içərsiniz bir dənə. Hə də, Gedər. O yeməyi gətir. Çay da deyə bilərsən. Bir dənə də çay əlavə bura. Qardaşım. Sən orada azar ya. Qardaşım, bax gör nə deyirəm. Kotlet o var. Pandorlu zaddır. Bax xahiş edirəm dadlı olsun da. Çox xahiş edirəm. Oyda. Gördünüz çəkilişdə dedim da. Olsun çəkilişdə. Olsun əla. Brat, bir salat, pomidor, xiyar, soğan, qəşəng. Sireci olsun. Sireci deyil. Hə. Çoban salatı deyil. Çoban salatı yox da mən ayrı-ayrı istəyirəm. Sireci olsun. Bəli, bil. Qırs ver. Qırs. Qırs. Hə, qırs. İçəcək də akroşka. Qardaşları da çay.
Ürəyim qutardı. Çayla içməyə də bir şey verirlər. Bax, nə var çayla Preska içməyə? şokolad verə bilər. Nə istəyirsən? Şokolada. Ağ preska yox. Onda süzdü verir. Sən adın necədir bura? Amir. Amir yaxşı. Sonra bura çıxdın işte. Cevdi qırarda söyləyir. Gənclər, yanımızda başqa bir maraqlı şəxsiyyət var. Mənim daha sadaqlarım. Böyle çox danışdı, canlar. Yaxşı. Sizə də mən çəkeyim. Amma həyətdə Mən də oturmuşuq çəkirəm. qonaqlarla. Amil baxır bizim stola. Bir dənə şeydir, Bakıdan gələn uşaqlar da qonaqlardır. Deyərsən o zakaz veriblər. Normal içiləsinə də qutuda. Yaxşı, sağ zəhmət. Nə gəldi deyilik be brat. Heç özüm başa düşmədim. Nəsə Amil bilir. Afisat Amildir. Sağ ol ya. Keyfiyyətsiz sifariş edərik. Tapşırılmaya şahid. Yanımızda gözəl və dəyərli şəxsiyyət. Bir. Yaxşı. Mən birazdan çəkəcəm onu. Yanımızda dəyərli və hörmətli insan Sərvin var. Sərvini hamımız vertikal formatda arxa fon səsi ilə bəzi kadrlardan tanıyırız. İndi özü danışacaq ilk dəfə. Bəli, deməli dostlar, bu arada rayımıza xoş gəlmisiniz. Həm Pələn qardaş, həm Emin Davudcanız da buralsan. Yenidən xoş gəlmisiniz, hamımız xoş gəlmisiniz. Deməli, bir də əl işlərim var balaca. İndi bu bir nöşəsidir, bunun fərqli əl işlərim də var. Bu istəyirəm ki, qardaşlara hədiyyə edeyim, Emin Davud. Buyur, təqdim edirəm. Təşəkkürlər müəllim, çox sağ ol. Xeyirli olsun, kan saxıdır, çoban armağanı gəlmişdən. Buyurun, Allah xeyir eləsin. Məndə belə şeyə qarşı çox diqqət var və bunu buradan izləyicilərin önündə də demək istəyirəm. 50 il də keçsə soruşsam bu hardadır, mən deyəcəm ki, evdə falan yerdə. Bu belə şeylər çox saxlayanam. Şöhrətim şanım mənim. Azərbaycan. Gün nə qəşəng videolar. Mən uşaq vaxtı topu götürüb məhəlləyə gedəndə qardaş belə şeylərlə məşğul. Hələ çox pis qorxuzmuşam. Yəni var elə bir dənə şey gəlmədi də. Dedim pələng kamera qoyub oradan çək. Yox, bir dənə yuxarı baxın durun. Ayda brat. Mən yaxşı mənada çox pahalılıq edirəm. Bir ara mən də uşaq vaxtı elektronikaya yönəlmişdim. Bunu danışmaq istəyirəm sevgili izləyicilər. Bu gün könlüm açılıb. Çox sağ olsunlar, qonaq eləyiblər. Deməli abi maşın idi belə, topu falan yox idi da. Mən nəysə sökürdüm, eləyirdim. Onun dalınca geçsəm heç nəsə olar. Bura minus plus heç nə bilmirəm də, massa zat heç nə bilmirəm. Sökürdüm, düzəldirdim, o maşını işıq qoyurdum. Yanına da papaqlar vardı, basırdıq 2007 zat. Hə. Onu da bura çox səliqəli. Məsələn yapışdırırdım arxa tərəfinə, onu bir dəfə vururdum, işıqları yanırdı falan belə. Hə, tuning eləyirdim. Belə şey şukurkalayıb eləyirdim səliqəli. Götürürdüm məsələn onu kəsirdim, onu şurupla bağladım, pasatka olurdu falan. Sonra getmədim dalınca. Amma qardaş deyir ki, mən uşaq olandan belə evdəkilər deyirmiş ki, Allah ömür versin. Nəsə belə oyma bir şey edim. Özü danışsa da məntiqli olur. Anam atam deyir ki, sən uşaq olanda əlində bir işini belə bıçaqla, nəyinəsə, taxtayla, nəyinəsə yanan olursan. Ondan qalan yəqin ki, əllərini işini deyim, həvəsini deyim. Belə devam edeyim gibi İnşallah yaxşı olar. Süperdir abi. Tofiq Aynes. Pələnglə Zakatala videomuz... Pələnglə Zakatala videomuzun... Daha doğrusu. Pələnglə Zakatala macəramızın 3-cü və son günüdür. Artıq Pələnglə sağollaşırıq. Pələng, sağ ol. Zakatala haqqında qısa fikirlər var. Zakatala zor yer idi. Hansı ki Eminin dostları, qohumları da çox səmimi, mehriban insanlar idi. Hər şey super oldu. Mən çox əyləndim. Heç vaxt unutmayacağam. Sizlər də ümid edirəm izləyəndə xoşunuza gəlibdir, bəyənmisiniz videonu. Mütləq bəyənin. Bəli. Gedirəm. Nə vaxt ürəyin istəyir, ürəyin nə vaxt istəyir gələ bilərsən. Hələlik qardaş. Mənə görə də istirahət oldu, əyləndik. Super idi. Ümid edirəm o kameraya yansıyıbdı bizim əyləncəmiz, getməklərimiz. Bəzən yadımızdan çıxırdı, o qədər maraqlı olurdu kameranı açmaq, amma hər şey əla. Powerbankım qalıb, o yadıma düşdü, onu biraz Gətirək. Siz də kanala abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Vlogda çəkirəm mən. Yarı Cahil podkastım da var. Orada qonaqlar gəlir. Onları da izləyə bilərsiniz. Hansını istəyirsiniz izləyin. Və məni Instagramdan, TikTokdan izləməyi də unutmayın. Altdan adları yazıldı. Sağ olun.